Çoxlarımız onun adını eşidəndə ağzını büzür. Heç vaxt yemərəm deyir. Lakin o keçmişdə nənə babalarımızın uzun ömürlü resepti olub. Söhbət quyruq yağından gedir. Quyruq yağı bugün müasir mətbəxlərdə nadir hallarda istifadə edilir. Onu kebab və saç yeməklərində görsək də, qoxusu və dadına görə əksəriyyətimiz yaxın durmur da, amma səhv edirik. Bugün Bir Bax kanalında ən təmiz yağlardan biri olan quyruq yağından danışacağıq. Diqqətiniz bizdə olsun dəyərli izləyicilər. Aşağıda yerləşən bəyən düyməsinə basaraq bizə dəstək olun. Keçmişdə nənə babalarımız daha uzun ömürlü və sağlam olublar. Müasir dövrümüzdə nəinki 60-70, hətta 35-40 yaşlarından artıq insanlarda qocalma prosesi gedir. Müəyyən bir yaşa çatdıqda isə müxtəlif xəstəliklərdən insanlar əziyyət çəkirlər. Bu cür vaxtsız qocalmanın və xəstəliklərə düçar olmanın səbəbi isə yaşam tərzi ilə yanaşı həm də qidalarda. Azərbaycan mətbəxində müxtəlif növ yağlardan istifadə edilir. Bu yağların bəzilərinin faydası olsa da, bəziləri səhhətimiz üçün çox ziyanlı sayılır. Quyruq yağı heyvan mənşəli yağların içində ən təbii və ziyansızıdır. Bərkdir, şəffafdır və tutumludur. Yağ turşuları ilə zəngindir. Qoyun piyi və quyruq yağı asan həzm olunur. Həzm sisteminə, qana və qaraciyərə ağırlıq etmir. Təbii ki, qədərində. Yağı həm də dərini cavanlaşdırır. O, yüksək kalorili qidadır. Hətta az miqdarda qəbulu belə orqanizmin enerji təminatını ödəyir. Toxluq hissi yaradır. Quyruq yağının tərkibindəki A və B1 vitamini beyin hüceyrələrini aktivləşdirir. Yaddaşı, görməni gücləndirir. İmmuniteti möhkəmləndirir. Aparılan araşdırmaya görə gənc yaşlarından istifadə edilməyə başlanılan quyruq yağı qocalan zaman ortaya çıxan oynaq xəstəliklərinin qarşısını alır. Günəbaxan yağı kimi omega turşuları ilə zəngin olduğu üçün ürək-damar xəstəliklərinə də çox müsbət təsir edir. 100 qram quyruq yağında 50% yağ turşusu, omega 9 var. Bu da hüceyrə membranı üçün həyat enerjisi deməkdir. Bundan başqa, quyruq yağı soyuq dəyməyə, yanıqlara, bronxitə, kürək və bel ağrılarına da faydalıdır. Keçmişdə nənələrimiz soyuq dəyməsi olan insanların kürəyinə quyruq yağı çəkib masaj etməyi tövsiyə edirdilər. Revmatizm, bulunc, titrətmə və iflic xəstəliklərinin müalicəsində zeytun və quyruq yağı qarışdırılaraq krem halına gətirilir. Dəriyə çəkilərək masaj edilir. Bu xəstəliyin müalicəsində çox kömək edir. Türkiyəli professor Canan Karatay quyruq yağını əridib içməyi tövsiyə edir. O,